Mövqelərimiz növbəti dəfə atəşə tutuldu. Aprelin 9-u saat 23:50 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri Tovuzqala rayonunun Müsüzkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb. Putin xəstədir, virusa yoluxub. Putin xəstədir, lakin bu çaxnaşma və manipulyasiya üçün əsas deyil. Bu barədə Kremlyovskaya Tababerka Telegram kanalı Putinə yaxın mənbəyə istinadla məlumat yayıb. Vladimir Putin biraz xəstələnib, virusa yoluxub. Hər kəs kimi burun axması və öskürəyi var. Üstəlik, yaş da biraz rol oynayır. Ciddi bir şey yoxdur və demək olar ki, hər şey qaydasındadır. Bu, əlbəttə ki, internetdə prezidentin yoxa çıxması haqqında yazmaq üçün əsas deyil. Xarici agentlər tərəfindən çaxnaşma və manipulyasiya üçün heç bir əsasa səbəb yoxdur. Mənbə bildirib. Azərbaycan və İran nümayəndə heyətləri Araz dəhlizində. Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və İran İslam Respublikasının Yol və Şəhərsalma naziri Fərzanə Sadiqi Zəngilana səfər edib. Şahin Mustafayev və Fərzanə Sadiqi həyata keçirilən birgə infrastruktur layihələrinə, o cümlədən Ağbənd körpüsünə, Horadiz-Ağbənd dəmir yolu tikintisinə birgə baxış keçirəcəklər. Qeyd edək ki, həmin infrastruktur layihələri Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonunu İran üzərindən Naxçıvanla birləşdirəcək Araz dəhlizi ilə əlaqədar həyata keçirilir. İran bunu etiraf etməkdən qorxur. Müntəcəb niyə? İran hökumət nümayəndələri Amerika Birləşmiş Ştatları ilə danışıqlar masasına oturduqlarını etiraf etməkdən qorxurlar. Bunu məşhur islahatçı din xadimi, Parlamentin Müdafiə Məsələləri Komitəsinin keçmiş rəhbəri Rəsul Müntəcəb niyə deyib. Məncə, bu düzgün deyil. Biz danışıqlar prinsipini qəbul edib, zəruri hesab etdiyimiz halda birbaşa danışıqlardan qaçmaq və ya başqa böyük, yaxud kiçik bir ölkənin vasitəçiliyini qəbul etmək nəyə lazımdır? Müntəcəb niyə bildirib? Qeyd edək ki, İran rəsmiləri Tehran və Vaşinqton arasında şənbə günü keçirilməsi nəzərdə tutulan danışıqların dolayısı olduğunu vurğulasalar da, ABŞ rəsmiləri bu danışıqların birbaşa aparılacağını bildiriblər. İran-Ermənistan təlimləri Bakıya mesajdır. Arutyunov. İranın Ermənistanla birgə sərhəddə təlimlərə başlamasını Sepah rəsmiləri sülh məqsədli adlandırsa da, Ermənistanda belə düşünmürlər. Erməni politoloq və təhlükəsizlik üzrə ekspert David Arutyunov bu təlimlərin Azərbaycana qarşı olduğunu vurğulayıb. O bildirib ki, təlimlər müəyyən çəkindirici rol oynayacaq. Xüsusən də indi Azərbaycan vaxtaşırı Ermənistanı atəşkəsi pozmaqda ittiham edəndə, çoxları bunu rəsmi Bakının yeni hərbi əməliyyatlara başlamaq üçün informasiya zəmini yaratmaq cəhdi kimi qəbul edir. İranın Ermənistanla təlimlər vasitəsilə qonşularına siyasi mesajı kifayət qədər təmkinli və məhduddur. Söhbət xüsusi təyinatlılar səviyyəsində təlimlərdən gedir ki, bu da özlüyündə kifayət qədər məhdud formatdır. İkincisi, Müdafiə Nazirliyinin hesabatına əsasən hər bir tərəf bu təlimləri öz ərazisində keçirir. Üçüncüsü, İran təxminən eyni sxemlə keçən il Azərbaycanla təlimlər keçirib. Düzdür, orada xüsusi təyinatlılar yox idi, amma tapşırıqlar bir çox cəhətdən oxşardı. Ola bilsin ki, təlimlərin məqsədi ümumilikdə qonşularla koordinasiya və əməkdaşlıq nümayiş etdirməkdir.